Düz xətt işarəsinin yerinə hansı cümlə yazılsa, mətn nəticə hissəsini formalaşdırmaq üçün uyğun olmaz. Mətn nəticə hissəsində biz professorun, müəllimin şərhini görürük, hansı ki, şagirdlərə bu təcrübəni aparmasının səbəbini izah edir və onlara öz tövsiyələrini verir. Qeyd edir ki, həyatınızda ən çox əhəmiyyət verdiyiniz dəyərləri, işləri zamanında müəyyən edib onları özünüz üçün prioritet etməsəz, nə uğur, nə də xoşbəxtlik əldə edə bilərsiniz. Deməli, bu dərsdən sonra hər kəs öz prioritetləri haqqında düşünməyə başladı. Bunu doğru hesab edə bilərik. Nəhayət tələbələr müəllimin nə demək istədiyini başa düşdülər. Bu da doğrudur, çünki mətnin əvvəlki abzaslarında tələbələrin onu başa düşdüyünü görmürük. Tələbələr bu sınaqdan böyük bir dərs aldılar. Bəli, mətni bu cür də tamamlaya bilərik. Tələbələr anladılar ki, məsələ qabın doldurulması yox, onların həyat yolunun müəyyən edilməsidir. Bu da doğrudur. Cavabımız bu variant olacaq. Bununla da müəllim vaxtın idarə edilməsi ilə bağlı dərslərinə son qoydu. Belə bir fikir və yaxud da belə bir fikrə işarə mətndə yer verilmədiyi üçün bu ümumiyyətlə yanlış cavab hesab olunur.